9'a baxaq. Deməli 29-da nə deyir? Tənliyi həll edin. Gəlin həll edək. Birincidə x üstə gəl kök adda 3x bərabərdir 9. Kök adda 3x bu x deyil ki 3'dür. Hə, kök adda 3x bərabərdir 9 çıxılsın 3. Kök adda 3x bərabərdir 6. Hər tərəfi kvadrata yüksəksək 3x bərabərdir 36. X bərabərdir 36 böl 3. X bərabərdir 12. Burada x 12'yə bərabərdir. Davam edirik. Sonra ikinciyə baxaq. Deməli ikincidə 4 üstə gəl 5x kök addadır 5. Kök adda 5x bərabərdir 5 çıxılsın 4. Kök adda 5x bərabərdir 1. Hər tərəfi kvadrata yüksəldəndə 5x bərabərdir 1. X bərabərdir 5'də 1. X 5'də 1 olacaq. İndi isə davam edirik. Üçüncü kök adda 7 x üstə gəl 6 bərabərdir 13. Kök adda 7x bərabərdir 13 çıxılsın 6. Kök adda 7x bərabərdir 7. Kvadrata yüksəldəndə 7x bərabərdir 49. X bərabərdir 49 böl 7. X da bərabərdir 7. Davam edirik. Sonra burada 3'te x 7 oldu. 4'te 6x minus 5 bərabərdir 4. 6x bərabərdir 4 üstə gəl 5. Kök adda 6x bərabərdir 9. Kvadrata yüksəldəndə 81. X bərabərdir 81 böl 6. 3'e ixtisar gedir. 27 böl 2. O da x bərabərdir 13,5. Sonra davam edirik. Beşincidə 3 kök adda 3x bərabərdir 9'a. Bərabərliyin o tərəf bu tərəfindən ixtisar apara bilərik. 9'dan 3'ü 3x bərabərdir 3. Kvadrata yüksəldəndə 3x bərabərdir 9. X bərabərdir 9 böl 3. X bərabərdir 3. 5'də x bərabərdir 3. Sonra 6'ya davam edirik. 6'da 2 kök adda x bərabərdir 20. Kök adda x bərabərdir 20 böl 2. Kök adda x bərabərdir 10. Kvadrata yüksəldəndə x bərabərdir 100. Burada x'imiz 100 qiymətini alacaq. Sonra davam edirik. 7'cidə 6 kök adda x bərabərdir 24. Kök adda x bərabərdir 24 böl 6. Kök adda x bərabərdir 4. Kvadrata yüksəldəndə x bərabərdir 16. Sonra 8'cidə 8 kök adda x bərabərdir 0,8. Kök adda x bərabərdir 0,8 böl 8. Kök adda x bərabərdir 0,1. X bərabərdir kvadrata yüksəldəndə 100'də 1. Sonra davam edirik. 8'də 8 kök adda x bərabərdir 0,8. İxtisar gedir kök adda x
Bunu yazdık ki, bunu yazdıq uşaqlar. Deyirəm necə oxşadı misal. 0,1 x bərabərdir 10. X bərabərdir. 10'u 0,1'e bölmək, 10'u 10'a vurmaq deməkdir. 100. Buradan da x bərabərdir. Kvadratı da 100 10.000. X burada 10.000 olacaq. Sonra 10'uncunu da elə bura yazaq. 10'uncuda necədir? 2 kök altda x bərabərdir 5. Kök altda x bərabərdir 5 bölünsün 2. Kök altda x bərabərdir 2,5. Hər tərəfi kvadrata yüksəldəndə 6,25. Burada da x'imiz 6,25 alacaq. Keçək növbəti misalımıza. 30'da A-nın hansı qiymətində tənliyin həlli yoxdur? Bir dəyişənli tənliklərimizdə ax üstəgəl b bərabərdir 0 şəklində tənlikdə a bərabərdir 0 və b fərqlidir 0 halında tənliyin həlli olmur. Bizdə onda burada x-in yanındakıları, yəni x-in yanında verilən a-nı 0'a bərabər eləməliyik. Baxaq. Burada x-in yanında verilən birincidə ax bərabərdir 8 şəklində olan misalda x-in yanında verilib a, bunu 0'a bərabər götürürük. İkincidə ax bərabərdir 15'də. Burada da a-nı 0'a bərabər götürürük. Üçüncüdə burada x'in yanında a minus 2'dir. Bunu 0'a bərabər edirik. A bərabərdir 2 olur. Sonra dördüncüdə burada x'in yanında a plus 5'dir. Bunu 0'a bərabər eləyəndə a bərabərdir mənfi 5 qiymətində. Beşincidə x'in yanında 8a minus 5'dir. Bunu 0'a bərabər eləyəndə 8a bərabərdir 5. A bərabərdir 8'də 5. Altıncıda x'in yanında 2a minus 5'dir. Bunu 0'a bərabər eləyəndə 2a bərabərdir 5. A bərabərdir 5'i 2'yə böləndə 2,5. Sonra 31'ə baxırıq. A-nın hansı qiymətində tənliyin sonsuz sayda həlli var? Yenə gəlin başlayaq qaydanı yada salaq. Ax üstəgəl b bərabərdir 0 şəklində tənlikdən sonsuz sayda həlli olması üçün a da 0'a, b də 0'a bərabər olmalıdır. İndi bizim burada məqsədimiz, yəni hər ikisi 0'a bərabər olmalıdırsa, biz burada a-nı da 0'a bərabər götürürük bu tərəfi də. Yəni həm x-in yanında olanı bilirsiniz niyə? Deyə bilərsiniz ortada müəllim bərabərlik var. Bu bərabərliyi heç elə bilin ki yoxdur. Necə yoxdur? Yəni burada olan 2a üstəgəl 5'i keçirək 2a plus 5x'in yanına. Keçirəndə bərabər 0. Görürsünüzmü? Burada verilən tənlik alınır və x'in a, yəni burada a plus 5'dir. B isə 2a minus, mənfi 2a minus 10'dur. Bu şəkildə baxın. Onda tənliyimizi ayrı-ayrılıqda 0'a bərabər götürürük. A-nın yerində olan a üstəgəl 5 bərabərdir. 0'da a bərabərdir mənfi 5. Mənfi 2a çıxılsın 10'da bərabərdir 0 olarsa mənfi 2a bərabərdir 10. Yenə a bərabərdir mənfi 5 qiymətində. A-nın deməli mənfi 5 qiymətində 0'a bərabər olacaq. Sonra ikinciyə baxaq. İkincidə baxaq. Deməli burada a bərabərdir 0, b bərabərdir 0 olmalıdır. 2a plus 1'i də. Yəni bayaqki kimi bərabərliyi keçirəndə bu a-nın yanında olacaq. 6a üstəgəl 3 isə b-nin yerində duracaq. Bunu da 0'a bərabər götürürük. 6a plus 3'ü də 0'a bərabər götürürük. 2a bərabərdir mənfi 1, a bərabərdir mənfi 2'də 1. Və burada 6a bərabərdir mənfi 3. Görürük ki, burada da elə mənfi 2'də 1 alınır. A bərabərdir mənfi 2'də 1 qiymətində. Sonra davam edirik. Deməli, üçüncüdə burada 12a üstəgəl 8'i bərabərdir 0'a. 12a bərabərdir mənfi 8, a bərabərdir mənfi 8 böl 12'də 4'ə ixtisar gedir. Mənfi 3'də 2.
Burada da elə 48 üstə gəl. 48A üstə gəl 32-ni də bərabər götürsək. 48A bərabərdir mənfi 32. A bərabərdir mənfi 32 böl 48-də 16-ya ixtisar getsə, elə burada da yenə mənfi 3-də 2 alınır. Sonra 4-də baxırıq. Deməli, A-nın yerində 7A minus 36 durur. Bərabərdir 0. 7A bərabərdir 36. A bərabərdir 36 böl 7 qiymətində. B-nin yerində 21A çıxılsın 108. O da bərabərdir 0 olsa 21A bərabərdir 108. Bunlar 3-ə ixtisar gedir. Burada 36. Yenə eyni qiymət alınır. A bərabərdir 7-də 36. İndi isə 32-yə baxaq. A-nın hansı qiymətlərində tənliyin yeganə həlli var? A fərqlidir 0 qiymətində olur. Yəni yenə deyirik A x-ı üstə gəl B bərabərdir 0 tənliyində A fərqlidir 0 olsa tənliyin yeganə həlli olur. İndi baxaq görək necə tapacağıq. Birincidə A dedik A fərqlidir 0 götürəcəyik. Birincidə yazırıq. A minus 2 fərqlidir 0. A fərqlidir 2 qiymət. A-nın 2-dən fərqli qiymətlərində. Burada 5A üstə gəl 10 fərqlidir 0. 5A fərqlidir mənfi 10. A olur fərqlidir mənfi 2. A-nın mənfi 2-dən fərqli qiymətlərində. Dördüncüdə A üstə gəl 6 fərqlidir 0. A fərqlidir mənfi 6 qiymətlərində. Beşincidə 3A minus 12 fərqlidir 0. 3A fərqlidir 12. A fərqlidir 4 qiymətdə. Yəni 12-ni 3-ə böləndə 4 olur. Burada 3 və 6 var. Nəzərimdən qaçıb. Demək 2A minus 8 fərqlidir 0. Yəni burada A-nın yerində dayandığına görə 2A fərqlidir 8. A fərqlidir 4. Burada A plus 6 fərqlidir 0. A fərqlidir mənfi 6. Yaxşı uşaqlar, baxırıq, davam edirik. 33-də A-nın hansı qiymətlərində tənliyin 2 bərabər kökü var? 2 bərabər kökü olması üçün diskriminant 0-a bərabər olmalıdır. Deməli, biz burada diskriminantı 0-a bərabər olan qiymətində. Birinci mən sizə cüt ədədlərin diskriminantını, yenə B-nin yerində. Tənlik necədir? AX kvadrat üstə gəl, BX üstə gəl, C bərabərdir 0 şəklindədir. B-nin yerində ədəd cüt ədəddirsə, onda cüt ədədlərin diskriminantı düsturundan istifadə edə bilərik. B bölünsün 2-nin kvadratı çıxılsın AC. Gəlin baxaq, 6-nı 2-yə böləndə 3, 3-ün kvadratı 9. Çıxılsın AC, 1 vurulsun A. Bərabərdir 0. Yəni A, burada A usta A-da, yəni ədəd yoxdur yerində. 9 bərabərdir A-ya və ya A bərabərdir 9. A-nın 9-a bərabər qiymətində. Sonra ikinciyə baxırıq. İkincidə yenə B-nin yerində cüt ədəd durub, yenə cüt ədədlərin diskriminantı. 12-nin yarısı 6, 6-ın kvadratı 36. Çıxılsın AC olduğuna görə 4A bərabərdir 0. Burada 4A bərabərdir mənfi 36. Hər iki tərəfdən mənfi 1-ə vuranda müsbət olur. 4A bərabərdir 36. A bərabərdir 36-nı 4-ə böləndə burada da A 9-a bərabər qiymət alınır. Sonra davam edirik. Üçüncüdə yenə burada baxın B-miz cüt ədəddir. 20-nin yarısı 10, 10-un kvadratı 100. Çıxılsın 4A bərabərdir 0. Mənfi 4A bərabərdir 100. Hər tərəfi mənfi 1-ə vuranda 4A bərabərdir 100. A bərabərdir 100 böl 4. A bərabərdir 25. A-nın 25-ə bərabər qiymətində. Sonra davam edirik. A-nın 25-ə bərabər qiymətində. 4-də burada bilmirik təkdir ya cütdür ümumi diskriminant düsturundan B kvadratı minus 4AC düsturundan istifadə edəcəyik. B-nin yerində A dayanıb. Mənfi A-nın kvadratı ilə A-nın kvadratı deməkdir. Çıxılsın 4 vurulsun 16 vurulsun 1 bərabərdir 0. A kvadratı bərabər 4, 16-ya 64. A bərabərdir 8. Mənfi müsbət 8.
qiymətində, A-nın mənfi və müsbət 8 qiymətində 0-a bərabər olacaq. Sonra davam edirik. 5-cidə yenə burada bilinmir tək deyə cütdür. Ümumi diskriminant üstünlüyü. B-nin kvadratı deyəndə A-nın kvadratı çıxılsın AC 4AC deyəndə burada 4AC götürmüşdük. Hansına baxmışdıq biz? Hə, burada 4AC götürmüşdük. Bəli, indi burada da 4AC götürəndə 4 vurulsun 25 bərabərdir 0. A kvadratı bərabərdir 100. A bərabərdir A-nın mənfi müsbət 10 qiymətində. 6-ya baxırıq. Baxın. B-nin yanında cüt ədəddir. Onda cüt ədədlərin diskriminantı. 30-un yarısı 15. 15-in kvadratı 225. Çıxılsın 9A bərabər 0. Mənfi 9A bərabərdir mənfi 225. A bərabərdir 225 böl 9. A bərabərdir 225-i 9-a böləndə 25. Sonra burada da B-nin yerində cüt ədəd dayanıb. Diskriminant bərabərdir 12-nin yarısı 36. Çıxılsın 16A bərabərdir 0. 16A bərabərdir mənfi 36. 16A bərabər 36. A bərabərdir 36 bölünsün 16. Yox. Cüt ədədlərin diskriminantı düsturu belə deyildi ki. B-nin yarısının kvadratı 12-nin yarısı 6, 36. Çıxılsın 4AC yox, AC. Yəni çıxılsın 4A bərabərdir 0. Hə. Bu da bərabərdir 4A-ya. A bərabərdir 36 böl 4-ə. A da bərabərdir 9-a. Burada da A 9-a bərabər.